Ben Can Baxışov Camal Xasayoğlu 1971-ci ildə Ərdəl rayonunun Yendaş kəndində anadan olmuşam. 88-ci ildə Yendaş kənd orta məktəbini bitirmişəm. 89-cu ildə Rusiyada hərbi xidmətdə olmuşam. 91-ci ilə qədər. ...91-ci ildə gəldim vətənə. Vətəndə vəziyyət çox gərgin idi. Gənclərimiz müharibəyə gedirdi. Mən də bir gənc kimi qoşuldum o gənclərə, getdim müharibəyə. 92-ci ilin fevral ayında. İlk döyüşlərimiz başlayıb Hüseyin Sulanla. Sonra olmuşam mən Naxçıvanikdə, əsgəranın üstündə. Ağdəkənin alınmasında iştirak eləmişəm. Ağdələrin alınmasında iştirak eləmişəm. Olmuşam mən Naxçıvanikdə, əsgəranın üstündə, Ağdam bölgəsində. Orada da nailiyyətlərimiz yaxşı olubdu. Orada bizim 2 dənə döyüşçü qardaşlarımız şəhid olubdu. Milli qəhrəmandılar. Səfiyar Beyvidov, Elgiz Kərimov. Olmuşam Ağdəkənin alınmasında 92-ci ildə. Mənlə xidmətdə olan yoldaşlar da özləri də hamısı yaxşı bilir ki, orada birinci tankın üstündə Ağdəkəndə girən Pirev rəşid olub. 92-ci il noyabr ayında olduqlarında mənim birinci dəfəm getdiyim kənd olub Nurəddin kənd. Gedən müddətdə. Mən orada bir işin şahidi oldum. Bizim yoldaşlar, döyüşçü qardaşlarım kəşfiyyata gedirdilər. Əl sahibi idi. Rəşədat Piriyev idi. Mehman Dadaşov idi. Rızvan Qasımov. Tofik qardaşımız. İnqilab qardaşımız. Yəni orada olub. Bir də Laçınlı Cəfər kişi vardı. O idi. Hamlet idi. Bunlar gedir kəşfiyyata. Biz də dağda postumuzu qurmuşuq. Yəni post yerindədir. Bunlar da dərənə gedirlər. Qırqız dağının yüksəlinə bunlar qalxan momenti aşağıdan qalxırlar, biz yuxarıdan görürük, amma bunlar bilmirlər. Nə də ermənilər bilmir ki, bunlar gəldiyini. Ermənilər də o tərəfdən bəri qalxırlar, çünki dağın kəlləsində ermənilər durubdu. Birdən bunlara nə tərsi mən məlumat verim, nə tərsi xəbərdarlıq eləyək, Sivyaz da yox. Mən görə bir qram çəməyə satdım. Ki, bizimkilər duyuqsun ki, görəm bu nə məsələdir, nədir? Onu tez başa düşdülər. Bizimkilər bildirər ki, nəsə bir təhlükə var. Orada bir qurğu qurdular bunlar, həmin qardaşlarım. Deməli, ermənilər gəldilər, bunlar nə formada oradan çəkildilər və yeri atdı birinci. Ermənilər gəldilər, qabaq-qabağa özlərindən atışdılar. Elə bildir, bizimkiləri saldırar müharibəyə. Bizimkilər də buradan başladı onlar atmağa. Orada düşmən xeyli içki verdi. 93-cü ilin mart ayıydı. Martın 29-u bizi Kocazdan yendirdilər ki, düşürsünüz Kəlbəcərə. Bizi düşürdülər Kəlbəcərə ki, gedirsiniz dincəlməyə. Biz gəldik Kəlbəcərə. Gəldi ki, Kəlbəcər dincəlməyə yox, biz təzdən gətirib müharibəyə salıblar deməli. Bizim də yerimizə təzə gəlmiş əsgərlərdən qaldırdılar Koçaz dağına. Bizə də deyirlər ki, siz dincəlməyə gedirsiniz. Gəldi vəziyyət çox pis vəziyyətdir. Millət yazıq qalıb ortada. Ordu gücü az. 701 hərbi hissənin bir dənə orada Laçından gəlməsi, bir də buradan yalandan deyirdilər ki,
Spezmaz gətirirlər, nə gətirirlər. Onlar da yolda pusulmalarıydılar. Geldik biz Zilovkarı'ya. Zilovkarı'dan bizi kaldırdılar Keçili Qaya'ya. Keçili Qaya'ya biz çatan müddətdə gördük düşman Ağdaban istiqamətindən irəliləyirlər Ağdəbəri. Neyse pozisiyanı bizi qurduq orada. Düşməni xeyli ləngitdik. Təzədən bizə başqa komanda verildi ki, geri çəkilməlisiniz. Bizi təzədən qaytardılar Zilovkarı'ya. Biz Zilovkarı'ya çatdıq. Təzədən nə gene deyirəm, oyun idi, nə idi, mənim başım çıxmadı. Həmin biz o yol gəldikcə sayımız azalırdı. Həm də vəziyyət dəyişirdi. Bizi Zilovkarı'dan təzədən bir də dedilər ki, siz yenə qayıtmalısınız Keçili Qaya'ya. Biz ikinci dəfə bir də qayıtdıq Keçili Qaya'ya. Düşmən də irəliləyir. Ortada düşman irəliləyir. Ortada biz hərbiçiləri göndərirlər o tərəfə, bu tərəfə. Biz Keçili Qaya'ya getdik. Xeyli atışmadan sonra xəbər gəldi ki, Somali'dən Əlsaif var idi. Əlsaif yaralanıb. Mən dağdan ağdaşağı Əlsaifə tərəf yürüdüm. Getdim, sağ olsunlar uşaqları. İnqilab Məsimov, sonra Hamlet, Həbib var, Həbib. Bunu çıxardırlar oradan. Mən də özümü çatdırdım bunlara. Bunlar dedilər ki, Camal, Əlsaiflə sən elə 92-ci ildən bir yerdə olduğuna görə, bir-birimizi sandığınıza görə, sən Əlsaifi buradan çıxart. Mən Əlsaifi götürdüm, gəldim Zilovkarı'ya. Allah olursa qapısını açıq eləsin, ölübsə Allah rəhmət eləsin bütün şəhidlərimizə. Komandirimiz Tahir Cəfərov bəlkə ağrıyırdı. Həm əməliyyat olunmuşdu, həm də çox bərk istiliyi var idi. Gəldim yanına, dedim komandir, Əlsaif yaralanıbdı. Gez göstərim, nə təyirsən, bunu buradan çıxart. Mənim də fikrim var ki, mənim əmin oğlu həkim işlədiyinə görə mən bunu ona çatdıram. Bunun qıçası kəsilməsin. Pis yaralanmışdı. Mən oradan Əlsaifi götürdüm. Deməli ayın 31 günü biri səhər-səhər tünel yolu bağlandı. Tünel yolu bağlandı. Biz təzədən o vəziyyətdə dağ yollarından gəldik, çıxdıq Çay kəndinə. Çay kəndinə gəldik. Bizim döyüşçü yoldaşlarımız da oradan erməni ala-ala gəlir. Bunlar da oradadılar, Çay kənddədirlər. Batalyon da oradadır. Ona görə ki, mən yolda ləngidim. Mən gəldim, tünelə tərəf gəldim. Bunlardan qabaq mən gəlmişdim. Tezdən tünel bağlandı. Burada Əlsaif də yaralı. Dağ yollarına gəldik, çıxdıq Çay kəndinə. Oradan da Əlsaifi mən ayın 3-ü Aş kəndi gətirib çatdırdım. 1993-cü ilin avqust ayında Ağdamda olanda bir Sarjalda ermənilər hücuma keçdi Gürçülük tərəfdən. Orada da bizim döyüşçü qardaşlarımız, batalyonumuz çox böyük şücaətlər göstərdilər. Ermənilər böyük bir qüvvəylə hücuma keçmişdilər, texnikayla hücuma keçmişdilər. Bir nəfər olsun da geri çəkilmədi. Orada bizim qardaşlarımızdan şəhid olan oldu. Rəhmətli Yelnəz Nazarov. Sonra Sadiq Əndər orada şəhid oldu. Orada yaralandı Priyev Rəşadət. Çox ağır zədə aldı, yaralandı. Orada yaralandı Elgiz qardaşımız. Bu dəqiqə də hal-hazırda da onun bir qolunda gələn kimi burada götürdülər, kəsdilər. Orada yaralandı bölük komandiri Ramiz, birinci bölüyün komandiri. Yəni orada
ona baxmayaraq yenə də heç kim orada geri çəkilmədi və də erməni oranı ala bilmədi. Yəni bu batalyon əvvəl günündən nətəri şəhidlərimizin ruhu altında yaranmışdı. O vəziyyətdə də vətənimizi, devlətimizi qorudu. Heç bir döyüşdən geri çəkilmədi. Allah təala bütün şəhidlərimizə rəhmət eləsin. Ki 26'sı Xocalını rəft eləyiblər. Müharibəyə salıblar, soyqırım eləyiblər. Ondan sonra elə bil məndə vətənə qarşı laf güclü sevgim oldu. Ki ya ölərəm, ya qalaram. Elə o döyüşdə də olan 96 Ekimdə oldum. Yəni olduğum yerlərdən ilk döyüşüm Çeysulan olub. Ağdərənin alınmasında iştirak eləmişəm. Ağca kəndinin alınmasında iştirak eləmişəm. Laçında olmuşam, Koçat dağında. Olmuşam Ağdam bölgəsində, Sarcal kəndində. 93-cü ildə gənə. 94 olmuşam Füzulidə. 94-də təzədən bizi gətirdilər Füzulidən Ağdama. Yəni bu döyüşlərdə iştirak eləmişəm. 94-cü ildə Kəlbəcərdə, Bağrı dağında, Qızılqayada, Buzluqda bizim itkin şəhid qardaşlarımız qalmışdı. O ildən sonra torpaqlarımız alınandan sonra Prezidentimizin sərəncamı əsasında Dövlət Komissiyasının və Rızvan Qasımovun təşkilatçılığı ilə şəhidlərin axtarışında mən də iştirak elədim. Mən fəxr edirəm ki, 701 hərbi hissənin 5-ci Bərdə taburunun itkin şəhidlərinin axtarışında mən də iştirak elədim. Mən ondan fəxr edirəm. Allah təala xalqımızı, devlətimizi, Ali Baş Komandanımızı qorusun. Hal-hazırda Bərdə rayonunun Yenidaş kəndində yaşayıram. Burada yaşamağıma baxmayaraq, əslən mən Basarkeçə rayonunun Daş kəndindənəm. Atam, anam orada dünyaya gəlibdi. 1933-cü ildə. 53-cü ildə deportasiya olunublar Bərdə rayonuna. Burada məskunlaşıblar. Hal-hazırda mən ailəliyəm. 2 evladım var. Evlatlarımla da, valideynlərimlə mən həmişə fəxr edirəm.